Salam aleykum değerli izləyicilər. Yeni kombimiz gəldi Gürcüstandan. Dekoral adında. Yəni qəşəng dizayn. Rutska ilə regulirovkası var. Yəni sadə mexanizmdir da. Belə deyim. Burada radiatordur, burada sudur. İçi ilə tanış edeyim sizi. Grundfos pompası. Nadir Çin kombilərdən taparsınız ki, içində Grundfos pompası olsun. Özdə göstəricisi də yüksəkdir. 15-in 50-yə yox, 15-in 70-ədir. Yəni əsl 24 kilovatlı kombilərdəki kimi yəni. Necə olmalıdır, elədir. Yoxsa bir çox kombi alırsınız 24-lüydür, amma onlar gəlirsə 16 kilovat kimi, 17 kilovat kimi sahəyə baxa bilir. Yəni biraz böyük sahə oldu, radiatorların yarısı qızmır. Və problem orasındadır ki, balaca kombi seçirsiniz 24 adı ilə sizə verirlər bazarda, amma o 24 sayılmır. Belə içinə də baxa bilərsiniz. Esenjoru 20 santimdir. Yəni 20 santimdir. Bir çox kombilərdə, yəni o misal üçün bazarda tapdığımız 500-550 manatlıq kombilərdə esenjor misal üçün 15 santimlik. Burada misal üçün baxa bilərsiniz 20 santimdir yəni. 3 dənə zajqaniyası var. Deməli, tryoxadavoydur. 2 esenjorludur bunlarda. Esenjoru çox rahat çıxır. Bir şestigrannik burada, bir şestigrannik deməli burada. Yəni rahat sökülə biləndə, arxası da boşdur. Elə əlimi saldım, çıxartdım, rahat. Slivi də var, qardaş. Bir çox deməli kombilərdə sliv yeri yoxdur. Burada sliv də var. Və modeli də budur. 24V3 dekoral. Deməli belə qəşəng dizaynı var. Qaz klapında keyfiyyətlidir. Yəni baxa bilərsiniz. İzolyasiyası var qapağında, arxasında. Embleması. Məncə bu qədər kifayət. İçi təmiz misdir. Bu trubkalar da elə bilərsə alümin deyil yəni. Misdir, içi misdir təmiz. Prosta pakritiyası alümindir. Deməli keçmə esenjordur. Yəni rahat çıxa bilən esenjordur. Yəni inşallah gələcəkdə dəyişməyə də rahat olacaq üstəyə. Yəni bu formada qaz klapına da hətta mis trubka birləşdirilib. Yəni bax belə korroziyadan yəni qorunacaq. Münasib qiymətə. Kimə lazım olsa xidmətinizdə yəni. Servisi də pulsuzdur, işə salınması pulsuzdur. Qızıl zəmanətlə satılır. Yəni elektrikdən də tam zəmanət almış oluruz bizdən. Korobkalar da budur. Diqqətinizə görə çox sağ olun. Salam aleykum.